Xatırladım ki bizim bugünkü görüşümüzün əsas mövzusu ailə münasibətlərində yaranmış problemləri məhz psixoloji tərəfdən, peşəkar yolla, psixoloji ümumiyyətlə yardım nə deməkdir? Bax, bu formatda nə cür həll etmək lazımdır, o barədə danışacaq və yeri gəlmişkən qeyd edim ki, ümumiyyətlə hal-hazırki görüş sırf nə seminar, nə belə təlimdir. Bu interaktiv, bizim aktiv sizinlə müzakirəmizin əsasında keçirilən bir görüşdür. Ona görə nə suallarınız olarsa, hansı bir müraciətiniz öz ailə münasibət probleminizlə bağlı olarsa, qeyd edə bilərsiniz və biz məhz bax bu sizin ailə durumu ilə əlaqəli olan kiçik bir psixoterapevtik araşdırma apara bilərik. Yaxşımı? Hələlik mən istədim birinci sizə qısa bir məlumatı söyləyim. Özümü təqdim edim. Bəlkə də indi ilk dəfə olan iştirakçılar da var burada. Mənim əvvəlki təlimlərimdə iştirak edənlər zəhmət olmasa bir plus yazın. Görüm neçə nəfərik. Bilim istəyirəm daha çox sizə faydalı olum o baxımdan. Plus yazın kim ki mənim əvvəlki təlimlərimdə iştirak edib. Səs, görüntü, hər şey yaxşıdırsa o da bir yazın. Bilək ki, heç bir texniki problemimiz də yoxdur. Mənim adım Samira Rəhimova, klinik psixoloq, ailə terapiyası üzrə mütəxəssis təlimçiyəm. Artıq demək olar ki, 10 ildir ki, psixologiyadayım. Psixologiya mənim 3-cü ali təhsilimdir. Ümumi psixologiyanı keçmişəm, daha sonra klinik psixologiya üzrə ixtisas artırma proqramını keçmişəm və eyni zamanda da təşəkkür edirəm. Burada da pluslar yazılır, minnətdaram. Və bizim bugünkü mövzumuz da sırf ailə münasibətlərində yaranmış problemlərə bağlı olacaq. Çünki çox vaxt insanlar hər hansı bir problemlə üzləşəndə kənardan birbaşa bir cavab axtarırlar, birbaşa məsləhət axtarırlar ki, kimsə onlara nəsə bir tövsiyə edəcək ki, get belə yox, belə elə. Bunu de, bunu demə. Yəni, bu birbaşa ailədən kənar olan bu xarici faktorlardır da. Nə qədər çox səslənərsə, nə qədər çox sizə birbaşa yol göstərilərsə, bir o qədər də sizi çaşdıracaq, bir o qədər də ailə münasibətlərindəki yaranmış problemlər dərinləşəcək, çıxış yolu da olmayacaq təbii ki. Ola bilər ki, hal-hazırki məsələ çözülsün. Misal üçün də xala, bibi, hansısa bir müdrik bir insan sizə bir ağıl öyrətsin, desin ki, ağlı başına yığ, sən ailəni qorumalısan falan, sus, danışma və yaxud da ki, üsyan et, belə dözmək olmaz. Yəni, kənardan çox şey deyilə bilər, amma yalnız bu sizin probleminizin sırf ümumi dərindən, vaxt deyirlər buna sistemli şəkildə probleminizin kökündən həllinə kömək etməyəcək. Siz ola bilər ki, bu məsələni bağlayacaqsınız, amma həmin o ailə münasibətlərində yaranmış boşluq nədənsə yaranıb da bu konflikt. O biraz da dərinləşəcək, həll olunmamış qalacaq. Yəni, dırnaqarası həll olundu. Sadəcə indi mən bu məsələni bağladım, amma növbəti mərhələdə ailə münasibətlərin dinamikası dəyişkəndir. Romantikada, bax, hisslər də eyni olaraq qalmır. O da dəyişir. Amma bizim əsas öhdəliyimizə düşən nədir? Biz bu münasibətləri dərinləşdirməliyik. İnsanlar belə durumlarda, harada ki, çox çıxılmaz bir vəziyyət, belə deyək də, astanasında qalıblar. Bilmirlər ki, iki yol ayrıcında hara dönsünlər. Yəni, artıq ailə münasibətləri o dərəcədə pik həddə çatıb ki, insanlar çıxış yolunu, belə deyək də, ya boşanmada görürlər, ya sadəcə olaraq problemlərini içində bastırıb susmaqda görürlər. Amma bu həlli yolu deyil. Hətta ola bilər ki, boşanma da bilirsiniz necə, insanın həyatında çox şey olur. İnsan ola bilər ki, nəsə bir qərar versin, desin ki, artıq yetər, mən belə yaşamaq istəmirəm, mən bir başqa cür yaşamaq istəyirəm. Elə olduğu təqdirdə insan qərarını verə bilər, amma əgər bu qərar həqiqətən də ona məxsusdursa və emosional olaraq o qərar verilməyibsə, insan oturub illərlə düşünür, müxtəlif variantları, müxtəlif sınaqlardan keçir və bundan sonra qərar verib ki, artıq biz başa düşürük, niyə görə ayrılırıq. Yəni, sağlam formada insanlar bu qərarı verirlərsə, başa düşüləndir. Amma insan çarəsizlikdən buna edirsə ki, mən artıq bilmirəm nə edim. Bax, bu yanlış bir qərardır. Çünki boşansanız belə bu problem sizinlə qalacaq, sizinlə yaşayacaq. Çünki siz bilmirsiniz o problemin kökündə duran nədir. Siz bilmirsiniz niyə görə illərlə siz bu vəziyyətə dözürdünüz. Niyə görə o hisslər axı ölüb? Bir dəfə olmuşdu ki, bizim ailə terapiyasına müraciət edən cütlüklərdən konkret boşanmaq, belə deyək də, iddiası ilə, boşanmaq qərarı ilə müraciət etmişdilər. Demişlər, biz artıq bilirik, ayrılacağıq. Amma
biz istəyirik bilək ki, niyə görə biz bu həddə gəlib çatdıq? Bizə bax bu maraqlıdır. Ona görə onlar öz münasibətlərində yaranmış problemləri məhz bax bu psixoterapevtik təhlil əsasında araşdırmağa qərar verdilər və çox düz də etdilər. Çünki hətta o terapevtik proseslər zamanı insan başa düşəndə ki, iki şəxsiyyətlər arasında, yəni iki şəxsin arasında yaranmış problem, onların verdikləri bax bir-birlərinə qarşı münasibət, reaksiyalar, hisslər nədən irəli gəlir? Hansı psixoloji əsasdan, hansı daxillərində keçirdikləri o komplekslərin əsasında bu hisslər yaranır? Onlar artıq öz davranışlarındakı, belə deyək də, bu impulsiv reaksiyaları korreksiya etməyə başlayacaqlar. Bəlkə də fikirlərindən vaz keçə bilərlər. Yəni, belə hallar olur. Əziz xanımlar və bəylər, ailə münasibətlərində əgər kritik bir duruma gəlib çatmışsınızsa, əgər siz hiss edirsinizsə ki, artıq əvvəlki duyğular, əvvəlki münasibət qalmayıb, bundan sonra siz bilmirsiniz nə cür hərəkət edəsiniz, nə cür onunla ünsiyyət qurasınız, ümumiyyətlə buna dəyərmi, bax bu qeyri-müəyyənlik yaşayırsınızsa, o zaman mütləq şəkildə ailə terapiyası əsasında siz münasibətlərinizi diaqnostikadan keçirməlisiniz. Çünki nə qədər də olsa ailə münasibətləri bu qapalı, belə deyək də, ailə bir dövlət kimi, ailə daxili olan münasibətlərdə biz kiçik bir mətbəx kimi baxılırsa, biz başa düşürük ki, ailə münasibətləri çox həssas bir münasibətlərdir və hər zaman kənar faktorların, xarici faktorlardan gələn kiçik bir, adi bir söz belə ailədəki o söhbətə səbəb ola bilər. Ona görə deyilir ki, nəsə bir problem yaranıbsa, problemin həllini kənarda axtarmayın. Kiminsə tövsiyəsində, kiminsə hansı bir göstərişində, kimsə sizi qınayacaqsa, kimsə sizə dəstək olacaqsa, bu heç də əsaslı probleminizin belə deyək də, çıxış yoluna kömək etməyəcək. Siz ailə münasibətlərində yaranmış problemləri daxildən həll etməlisiniz. Sistemli ailə terapiyası da əslində məhz bax bu istiqamətdə insanlara kömək olur. Bizim psixologiya məktəbimizdə 1-2 aylıq kurs olaraq biz sırf bax bu sistemli ailə terapiyasına həsr etmişik ki, insanlar bilsinlər, psixoloji yardım nə deməkdir ailə terapiyasında? Bu bir insanları çox çaşdıran bir məqamlar var ki, onlar düşünürlər ki, hətta müraciət etsələr ailə terapiyasına, mütləq mütəxəssis, konsultant, terapevt, yəni kim ki aparır bu prosesləri, o sizə birbaşa sanki bir yol göstərəcək, deyəcək ki, kim haqlıdır, kim haqsızdır, burada belə yox, belə etmək lazımdır. Xeyr, qəti şəkildə elə deyil. Biz yaranmış vəziyyətdən çıxış yolunu kənarda axtarmırıq. Əslində bir mütəxəssis olaraq yaranmış bu duruma sizi gətirib çıxaran psixoloji faktorları üzə çıxardır. Bu işdə sizə kömək oluruq ki, niyə görə mən indi hal-hazırda bax bu durumda məhz bu cür düşünürəm, məni vadar edən nədir, niyə bu hissləri keçirirəm, niyə qərar verə bilmirəm? Bayaq bir xanım sosial şəbəkədə paylaşım edəndə elə gecədən gördüm ki, bir fikir yazıb ki, 15 ildir ki, bir yerdəyik və 2 övladımız var, heç cürə nikaha girmir. Yəni, qeyri-rəsmi, belə deyək də, vətəndaş nikahında belə başa düşdük ki, xanım yaşayır. Yəni, illərlə bu cür münasibətə icazə verib xanım, düzdürmü? Və indi görür ki, sən demə, yoldaşı ona xəyanət edir. Artıq həyatında bir qadın da var, boşanmış qadındır və deyir, indi bəs mən neyim? Baxın, artıq neyim? Kənardan bir çıxış yolu axtarır. Deyir ki, kimsə gələcək, deyəcək ki, sən necə qadınsan, kimsə onu qınayacaq, deyəcək, ümumiyyətlə, sən niyə görə vətəndaş nikahına razı olmuşsun, sən niyə görə belə hallara yaşamısan, niyə görə icazə vermirsən, kimsə deyəcək ki, dözdə, ailəndə, dair uşaqlar var, kənardan sadəcə olaraq bir məsləhət axtarır. Amma sual vermək lazımdır bu xanıma ki, bəs sən illərlə artıq bu münasibəti yaşayırsan da, övladın da var. Nə vaxtdan etibarən sənin üçün bu problemdir? Yəni, artıq yoldaşın başa düşürsən ki, həyatında bir başqası birisi də var, düzdürmü? Nə vaxt öyrəndin? Nə vaxtdan bu sənin üçün problemdir? Bax, birinci insan özü aydınlaşdırmalıdır ki, yəni bu vəziyyətdə saxlayan hansı düşüncə tərzidir? Niyə görə mən bu cür münasibətə ümumiyyətlə razılıq vermişəm? Niyə görə?
Niyə mən bu halları yaşamağa özümə icazə vermişəm? İnsanın ailədə, bilirsiniz, çox qızıl qaydalar var. Bunları mən indi bugün burada, belə deyək də, uzun-uzadı xatırlamaq istəmirəm. Çünki hər kəs bilir ki, ailədə, münasibətlərdə ən vacib kriteriyalar nədir? Sevgi əsasında ailə qurulmalıdır, aydın məsələdir. Sevgi, dəyər, hörmət hissi olmalıdır. Bunu hər kəs bilir, şablon fikirdir, düzdürmü? Amma niyə görə alındıra bilmirlər? Niyə görə bu hörməti, bu dəyəri qoruyub saxlaya bilmirlər? Öncəliklə mən demişdim ki, psixoterapevtik əsaslı metodları sizə xatırladacağım. Buradakı hansı üsullardan istifadə edərək münasibətlərdə yaranmış o gərginliyi minimuma endirmək olar. Bunu nə cür etmək olar? Bu barədə sizə qısa da olsa bir istiqamət vermək istəyərdim. Hətta bizim görüşümüzün sonunda bir texnika da paylaşacağım sizə. Belə ailə münasibətlərinin ümumiyyətlə rutinində, belə deyim də, özəllik var ki, o özəlliyi etsəniz, siz hardasa çətin durumlardan bir qədər yayına bilərsiniz. Nə qədər də olsa biz yaranmış problemi böyüdə də bilərik, katastrofikasiya vəziyyətdə gətirib çıxara da bilərik. Və yaxud da ki, biz o durumu, belə deyək də, minimuma endirib bu vəziyyətə olan münasibətimizi dəyişə bilərik. Ailə modellərində münasibətlər fərqli ola bilər. Yəni, kimsə ola bilər ki, qane edəcək, belə deyək də, avtoritar münasibət modeli. Bu insanları, belə deyək də, çox uyğundur. Kişi ailədə özü qərarlar qəbul edir, qadın da o qərarları, belə deyək də, o qərarlara uyğun da davranır. Yəni, kişinin funksionallığı ailədə idarəçidir. Yəni, mən idarə edirəm, bütün ailə də arxamca gəlir. Onları bu model qane edir, problem yoxdur. Amma elə ailə münasibətləri var ki, stereotipdən irəli gələrək, bu ideologiya deyirlər, kişi belə düşünür ki, kişidə son qərarı kişi verməlidir. Amma qadın bunu qəbul edə bilmir. Burada yaranır nə? Konflikt. Maraqların konflikti, düşüncələrin konflikti, biz fərqli-fərqli düşünürük, fərqli-fərqli cür davranırıq və bu hallarda artıq insanlar başlayırlar bir-birlərinə savaşmağa. Yəni, ola bilər ki, qadın, belə deyək də, dediyimiz kənardan deyilən məsləhətə görə deyəcəklər ki, sən bir anasan, övladın var, sus, döz, bu ailədir, ailəni dağıtmaq olmaz. Qadın susacaq, amma nə baş verəcək? Ailənin kökündə o bir təməl var da, təməl nəyin üzərində qurulur? Qarşılıqlı razılaşma, anlaşma üzərində sütunlardır. O sütunlarda artıq axsaqlıq olacaq. Çünki biri boşluqdur, birində bir, belə deyək də, narazıçılıq var. Biri qeyd edir ki, mən belə istəmirəm, artıq dözməyə başlayır, susmağa başlayır, içində negativləri, agresiyanı boğur və bu istər-istəməz hisslərə mənfi təsir göstərir. Yəni, bu halda münasibətlərdə çatlar mütləq əmələ gələcək və o çatlar getdikcə dərinləşəcək, böyüyəcək və ora daxil olacaq bir metaforik olaraq mən bunu deyirəm də, ora daxil olacaq bir başqası, artıq üçüncü şəxslər başlayacaq münasibətlərə müdaxilə etməyə. Bu, hətta ailə üzvlərinə də aiddir. Yəni, burada övladlar da, qaynana, qaynata da aiddir. Eyni zamanda ailədən kənar olan iş yoldaşları da, dostlar, rəfiqələr və də nəhayət bir gün gələcək, artıq, belə deyək də, yeni bir sevgili yaranacaq. Çünki o çatlar dərinləşir, insanlar bir-birindən uzaqlaşırlar. Ona görə biz birinci öncədən, belə deyək də, araşdırmalıyıq ki, ailə münasibətlərində yaranmış bu model hər ikisini mi qane edir, yoxsa yox? Əgər iki nəfərdən biri narazıdırsa, əgər iki nəfərdən biri nəyəsə dözürsə, fərq etmir, bu kişidir yoxsa qadın. Ümumiyyətlə, cinsiyyətə bağlamır biz problemləri. Qadınlar belə düşünür, kişilər belə düşünür. Xeyr, biz indi hal-hazırda bir insanın yaşadığı vəziyyəti, durumu təhlil edirik. Və elə qadınlar var ki, hətta bəzən olur ki, belə deyək də, kişini divara diriyirlər də, qısqanclıq zəminində o qədər böyük bir problemlər yaşanılır ki. Və o zaman kişi də bir qurban vəziyyətindədir. O da nəyisə həll etmək istəyir, çıxış yolunu bilmir, harada görsün, necə etsin, nə cür. Yəni, ona görə burada cinsiyyətə deyil, biz baxmalıyıq ki, insanın özünü bu münasibət forması qane edirmi, yoxsa yox. Yəni, irad bildirəndə, nəyisə tənqid edəndə münasibətlər o qədər də xoşa gələn olmur. İstər-istəməz qarşı tərəf başlayır müdafiə olunmağa, özünü doğru çıxartmağa və bu halda başlayır insanların arasında bir-birlərini
tənqid etmə vərdişi. Yəni, ümumiyyətlə, münasibət bir vərdiş halına gəlir çatır da. Nə qədər də olsa 2 nəfərdən biri narazıdırsa, o çalışır qarşı tərəfi dəyişsin. Bax, sanki gəlir, deyir, mən necə edim ki, o belə etsin. Yəni, bir növ onu belə bu cür kimi yox, bir başqa kimi qəbul etmək istəyir. Bax, əslində, ailə təməlində, belə deyək də, bu qaydalardan biri də budur. Yəni, biz münasibət qurduğumuz insanı dəyişməyə cəhd etməməliyik. Nə qədər çox biz bunu etmək istəsək, bir o qədər də ruh düşkünlüyü yaşayacağıq. Çünki alındıra bilməyəcəyik. Nə qədər istəsək biz ona hansısa bir göstəriş verək ki, belə yox, belə etməlisən, alındıra bilməyəcəyik. Çox şey deyə bilər, əlbəttə. İndi qayıdacağım sizin sualınıza, amma gəlin, bax, bu, belə deyək də, pillələrdən vacib olanını da qeyd edək ki, insan qarşı tərəfi niyə görə dəyişmək istəsin? Əgər sən onu əvvəl, bax, münasibətlərin inkişaf mərhələsi var da, tanışlıq ərəfəsi. Sən onu tanış olduqdan sonra, onu həyatdan qəbul etdikdən sonra, onun xüsusiyyətlərini, onun necə biri olduğunu görmüşdünmü? Yoxsa sonradan mı dəyişib? Bax, bunu nəzərə almaq lazımdır. İnsanın mənfi və müsbət tərəfləri var. Bu, həm şəxsi keyfiyyətlərə aiddir, həm davranışlarındakı, belə deyim də, müxtəlif reaksiyalara aiddir. Nəyisə qəbul edə bilərik, nəyisə qəbul etməyə bilərik. Amma qəbul etmədiyimiz təqdirdə bunu danışıq əsasında haradasa bir uyğun bir orta məxrəcə gətirməyə çalışmaq lazımdır. Nəinki çalışmaq ki, o mütləq mənim istədiyim kimi etsin, mənim dediyim kimi etsin. Bax, bunu biz beynimizə salsaq ki, mən çalışacağım, onu bu yoldan vaz geçdirim, o zaman biz olacaq düşmən. Yəni, düşmən münasibətdə ailə durumları təəssüflər olsun ki, dağılmağa doğru gedir. Bəzən baxıb görürsən ki, ailə münasibətlərini təkcə kişi-qadın münasibətlərə deyil, övlad, valideyn arasında da düşmən mövqeyi yaranır. Qərəzli şəkildə hansısa bir hərəkətlərini etməyə məcbur edirlər. Özlərini sanki bilərəkdən, o belə deyirsə, mən bunu əksini edəcəm. O bilməsin ki, məni nəyəsə məcbur etmək olar. Və bu təəssüf edici bir haldır. Çünki ailə münasibətlərində hər zaman gərginliyi o pik həddə gətirir, çıxarır. Mən dediyim kimi olmalıdır. Valideyn övladına deyir ki, mən əgər dedimsə, bitdi. Yəni, valideyn hər şey qərarı. Böyüyəmsə, mən bu qərarı deyirəmsə, mənim qərarım ümumiyyətlə müzakirə olunmur. Kişi-qadın münasibətlərində də belə hallar yaşanılır. Belə olduğu təqdirdə münasibətlər həmin o gərginlik həddinə istər-istəməz illərlə geçsə də gəlir çatacaq. Və dediyimiz kimi, bax, birinci qayda budur, dəyişməyə insanı cəhd etməmək. Sadəcə o, hələlik bunu özünüzdə istəyirsiniz qeyd edin. Niyə görə? Sonradan biz bunu müzakirə edə bilərik. Misal üçün, sonraki görüşlərdə biz başqa nə cür etmək olar? Hələlik biz sadəcə təmizlik işləri gəlin aparaq münasibətlərdə. Nələri etmək olmaz? İnsanı dəyişməyə cəhd etmək. Ola bilər insan dəyişsin. İnsan həyatı boyu ümumiyyətlə dəyişir. Münasibətlər də dəyişkəndir. Çünki biz böyüyürük, dünya görüşümüz fərqli olur. Fərqli cür insanlara qarşı münasibət də göstərə bilərik. Düşüncə tərzimiz dəyişdikcə biz də dəyişirik. Amma insan özü istəməsə, kənardan onu kimsə dəyişməyə cəhd etsə, bu yaxşı nəticələnməyəcək. Münasibətləri pozacaq. Ona görə şərtlərdən biri odur, onu dəyişməyəsiniz. İkinci nədir? İkinci, küsüb barışmaqların deyirlər ki, öz özəlliyi var. Sanki bu bir oyun formasında olarsa, okey də, yəni insan olur ki, bəzən qısqanclıq da belə kiçik belə oyun formasında nümayiş etdirir partnyoruna. Bu da partnyoru ilə olan münasibətlərdə xüsusi bir rəng qatır. Yəni sanki mən sevilirəm, mən diqqət mərkəzindəyəm və yaxud da ki, mən öz sevgimi ona bu formada bildirirəm. Həmin o qısqanclıq oyunları ilə ki, bilsin ki, o mənim diqqət mərkəzindədir. Yəni o həddi aşmadan, insana əziyyət vermədən biz bu qısqanclıq oyunlarını nümayiş etdirə bilərik. Əgər oyundursa, yox, əgər həqiqətən də biz daxilən içimizdə o əziyyəti çəkiriksə, biz o narahatlığı yaşayırıqsa, gecə yata bilmiriksə, biz inciyiriksə, biz küsürüksə, biz bir-birimizə əziyyət verəcəyik. Mən sadəcə o küsməklə istəyirəm, ona bildirim ki, bu mənə xoş deyil. Mən bu cür onu təsir etmək istəyirəm. Elə olan halda qarşı tərəf nə cür reaksiya göstərir? Nə cür sizə belə deyim, münasibət göstərir. Ona elə gəlir ki, artıq sanki bu bir üsyandır
Bir insan, bir kişi var idi, deyirdi ki, qadının küsəndə, incəyəndə mən ümumiyyətlə ona toxunmuram. Çünki mən bilirəm ki, mən ona bir söz desəm, problem yaşanacaq. Mən gözləyirəm, qoy sakitləşsin, hissləri soyusun. Vaxt keçər, sonra lazım olarsa könlünü alaram. Amma küsüb incəyən ərəfədə mən ona toxunmuram. Amma qadın əksinə küsür, incir və düşünür ki, mənim könlümü almır. Görüb vecinə almır ki, mən küsmüşəm. Heç diqqət yetirmir mənə. Artıq onun davranışının biraz da içində yoldaşına qarşı negativ fikirlər formalaşdırır ki, sanki məni sevmir, mənə dəyər vermir. Amma kişi əslində deyir ki, istəmirəm mübahisə olsun, ona görə toxunmuram ona. Bax, belə bir kommunikasiyada anlaşmazlıq yaranır. Bir-birlərini düzgün bu insanlar oxuya bilmirlər. Ona görə də aralanırlar, uzaqlaşırlar bir-birlərindən. Biz özümüz nə edirik bu cür münasibətlərdə? Nə cür onunla ünsiyyət, dil tapaq? Deyir ki, divar kimidir. Qadın deyir ki, mənim sevdiyim insan sanki bir divardır. Nə deyirəm ona, elə bir təsir etmir. Nə atıram, o heç hiss etmir. Yəni, mən onunla danışa bilmirəm də, artıq ünsiyyət pozulub, artıq əlaqə pozulub və bu birdən-birə baş verən bir proses deyil. Bu, illərlə yaşanılan bir vəziyyətdir, bir haldır ki, insanlar artıq emosional boşanma yaşayırlar da, təəssüflər olsun. Çox pis bir durumdur, çünki bəzən insan ola bilər ki, mübahisələr yaşasın, evdə dava-dalaş olsun, amma İnsanlar emosional cəhətdən bir-birindən boşanır. Bəzən susqunluq olur. Evdə heç mübahisə yaşanılmır. Amma emosional cəhətdən təəssüflər olsun ki, uzaqlaşmış olurlar. Əgər siz küsməyi, inciməyi bir nitq kimi, bir danışıq kimi vərdiş halına gətirmişsinizsə, yaxşı olar ki, bundan hələlik imtina edəsiniz. Niyə görə deyirəm hələlik? Çünki hər şey razılaşmadan asılıdır. Hər şey terapevtik proseslərdə çox şey üzə çıxır. İnsan bilməlidir ki, sizin bu cür davranışlarınız hansı məqsədlə aparılır, niyə görə edilir. Hələlik əgər yoxdursa belə bir anlaşma, əgər siz küsəndə, inciyəndə gedib mətbəxdə qabları vurursunuz bir-birinizə, səs-küy yardısınız, qapını, misal üçün kişi hətta əsəbləşəndə qapını vurur, çırpır, gedirsə, sonra danışdırmırsa xanımı, kişilərdə də olur da incilik, küslük ki, mənim xətrimə dəydi, mən bunu qəbul etməm. Əslində küsmək, incimək biz başa düşürük ki, bu bir uşaq təfəkküründən formalaşmış bir durumdur. Uşaq küsə bilər, onun üçün bu normaldır, amma yetkin insanın küsməsi, inciməsi bu sadəcə olaraq uşaqlıq elementidir. Mən bilmirəm başqa nə cür edim, ona görə də küsməyə qərar verirəm. Əmr edici danışıq tərzi münasibətlərdə sanki bir-birinizlə danışanda ya da iki nəfərdən biri qarşı tərəfi tənqid edərək danışır, əmr edir. Belə yox, belə eləməlisən. Və bu halda, bu danışıq tərzində hətta ola bilər ki, çox gözəl bir söz deyəsiniz, onu insanın xeyrinə deyəsiniz. Faydalı bir məsləhətdir, amma əmr edici bir tondadır. Bu insanı divara sıxmış kimi bir nəyəsə bənzər. Sanki qarşında uşaqla danışırsan. Uşağa hətta əmr etmir, bəli, bəzi məqamlarda etmək olar, çünki qarşındakı uşaqdır və iş münasibətlərində də bəzən olur ki, öhdəli daşıyır da, rəhbərlik nəyə əmr edirsə, sən də ona edirsən. Amma münasibətlərdə, kişi-qadın münasibətlərində əmr edici bir tonda danışmaq bir qədər ünsiyyəti kəskin şəkildə negativ tərəfə aparacaq. Kişi özü necə hiss edəcək? Sanki bir qul kimi də, yəni qadın nə deyirsə, mən də ona edirəm. Amma kişi özünü axı qəhrəman kimi hiss etmək istəyər öz xanımının yanında. Ümumiyyətlə, münasibətlərdə hər bir insan partnyorun yanında özünü nə cür hiss edirsə, ona daha çox meyil göstərir. Və qadınlarda da elədir. Qadın da özünü kişinin yanında özgüvənli hiss edirsə, deməli o özgüvəni kimdən alır? Yoldaşından. Yəni, baskı içərisində daim öz hərəkətlərinə diqqət yetirsə, birdən səhv edərəm, birdən yenidən bax, o günahkarlıq hissi içində oyanır ki, söz-söhbət olmasın deyənə bütün hərəkətlərimə diqqət yetirim. Bax, demişdik keçən və zəng eləyəndə telefonu tez qaldır. Telefon həmişə yanımda olmalıdır da, deməli mənim. Mən artıq nəzarətdəyəm. Belə halda hər zaman münasibətlər o gərgin ab-havada yaşayır da. Həm qadında, həm kişidə. Qadınlarda da var da. Deyir ki, mən zəng eləyəndə, sən telefonu qaldırmayanda mən elə gəlir ki, sən nəsə pis bir işlə məşğulsan. Niyə görə qaldırmıyorsun? Nə olsun işgüzar münasibəti? 2 dəqiqə açıb deyə bilməsən, mən indi görüşləyəm. Bir dənə bunu dedə mənə. Yəni, bu artıq nəzarət və çatanda mənə yaz.
İnsan daimi şəkildə nəzarətdə özünü hiss edir də. Çatanda mütləq yazmalıdır. Bir də yadından çıxdı yazmadı, onda vay halına. Bax, belə bir münasibətlərdə təsvir olsun ki, insanlar bir-birlərini əmr edici, nəzarət edici, kontrolda hiss etməyə məcbur olurlar və bu hissləri hər zaman çərçivədə saxlayır. Sonra da deyirlər ki, niyə hisslərimiz bir-birimizdən soğur? Çünki buna imkan vermirsiniz, o baskı içərisində saxlayırsınız. Səhvdir, yanlışdır, bunu belə deyək də, indi mən o səhvləri qeyd edirəm əslində. Hansılar ki, ola bilər ki, 2 nəfər də qane edirsə bu münasibət səhv deyil. Bax, kişi də deyir, qadın da deyir ki, bəli, biz razılaşma əldə etmişik, bir-birimizə hər dəfə belə deyək, hesabat verməyə. Səhv deyil. Kişi razı, qadın razı. Kim nə deyə bilər? Heç kim deyə bilməz. Əgər 2 nəfərdən biri narazıdırsa, bəli, bu səhvdir. Telefonu açmayanda siz dəli olursunuz, yazırsınız, düzdürmü? Çünki sizin içinizdə yaşanan bir problemdir də bu. Onunla əlaqəli olan bir problem deyil. Sizin narahatlığınıza görə insan əziyyət, belə deyim də, çəkməməlidir. Siz onu, sən ki, mən narahatam, sən mənim narahatlığıma görə hər zaman özünü nəzarətdə hiss etdir. Çünki mən narahat oluram. Sən narahat olsan, get, o öz narahatlığın çarəsini axtar öz daxilində. Çünki insan təşvişli münasibət modelini özündə inkişaf etdirirsə, yaşadırsa, o da sizin bu mənəvi ehtiyacınızı qidalandırırsa, sizin problemi həll olunmayacaq. Siz hər dəfə həmin o vəziyyəti daimi şəkildə, belə deyim də, inkişaf etdirməyə meyilli olacaqsınız. Bəzən deyirlər ki, sevgi hissləri münasibətlərdə 3 ildir. Sonra itir keçir. Uşaq dünyaya gəlir, bütün sevgi və uşağa gedir. Sevgi ölür, olmur. Niyə görə deyirəm? Bax, sevgi hissləri əslində ailə münasibətlərində ölməməlidir. Normalda ölməməlidir. Əksinə daha da dərinləşməlidir. Çünki sən sevdiyin insandan övlad dünyaya gətirirsən. Artıq sizin birgə bağlayan təkcə sizin bir-birinizə qarşı duyğular deyil. Artıq sizi bağlayan övladlar da var ailədə. Biraz da sevgi dərinləşməlidir. Təməl artıq daha da möhkəm olmalıdır. Nənələrimiz, babalarımız deyirdilər, yerini bərkitlidir. İkinci övladı dünyaya gəldi. Üçüncü yerini niyə görə deyirdilər? Əslində ona görə deyirdilər ki, doğrudan da ailə bağları bu formada daha da dərinləşir və sevgi böyüməlidir. Amma belə görürük ki, çox vaxt sevgiyə təsir edən, bax, bu xoşa gəlməz faktorlar insanların davranışında sevgini soyudur. Və mən şəxsən təkcə psixoloji faktorlara əsasən danışmıram da. Mən özüm də ailəliyəm. Artıq 11 ildir, 11-ci ildir də demək olar da. Yoldaşım da bəlkə bir çoxunuz tanıyırsınız. Həkim, psixoterapevt Kənan Rəhimov məni psixologiyaya sevdirən 10 ildir ki, artıq bir mütəxəssis olaraq onun sayəsində mən bu psixologiya sahəsinə gəldim, ixtisaslaşdım. Bir ali təhsilimi bu sahədə, 3-cü təhsil olaraq bu sahədə gördüm və psixologiyanı öyrəndikcə və şəxsi həyatımda həmin o metodları, metodik belə deyim də, terapevtik üsulları, ailə rutininə daxil etdikcə biz münasibətlərimizi dərinləşməsinə səbəb olduq. 11 ildə təbii ki, sevgimiz qəti şəkildə ölməyib, daha da böyüyüb, daha da dərinləşib. Bax, mamam da buradadır, ürəklər yazır, şahiddir, deyə bilər, yalan danışmağıma icazə verməz. Mama da bizi ilə qalır, bizi ilə yaşayır. Bir dəfə də olsun, mama, bax deyirəm, bizim aramızda bir konflikt, bir münaqişə, dava-dalaş yaşanılıb mı? Görmüsənmi belə bir halları? Şahidi olmusanmı? Bax, yalan danışmağa imkan verməz də buradadır. Olmayıb. Mübahisə ola bilər. Baxın, gəlin qarışdırmayaq. Mübahisə odur ki, mən başqa cür düşünürəm, sən başqa cür düşünürsən və biz başlayırıq fikir ayrılığı yaşamağa və bunu bəzən gülərək, bəzən məhtər qaldığımı sənin fikirlərimə deyərək, amma şəxsiyyəti tənqid etmək, təhqir etmək, əsəbləşmək, buna görə belə deyim də, küsmək, incimək ki, niyə görə sən mənim kimi, sən məni başa düşmədin, mənim düşüncəmi, diyaloq alınmırsa, bu problemdir. Diyaloq o deməkdir ki, mən danışıram, o susur, məni dinləyir, sonra o danışır, mən susuram. Onun hörmətinə, fərqli düşünməsinə hörmət edirəm. Yəni, baxın, sənin öz fikrin buna görə ola bilər. Amma, belə deyək də, Laxanım yazır ki, sizi kimi xanımla dava etmək günah olar. Yox, baxın, bu insanın necə biri olmağı ilə bağlı deyil.
Yoldaşım da gözəl insandır, söhbət ondan getmir. Amma hər birimizin mənfi xüsusiyyətləri var. Mən də bilirəm mənfi xüsusiyyətlərim nədir də, yəni bir nələrsə bacarıramsa, nələrsə bacarmıram. Var təbii ki, amma bu aktual deyil, bu problem kimi bizim üçün gündəliyimizə düşmür də. Bildinizmi nəyə nəzərdə tuturam? Yəni insanlar yaranmış məsələyə, duruma bir münasibət göstərməlidirlər. Və bu münasibət kritik belə, tənqidi münasibətdirsə, dediyimiz o mübahisəli məqamlarda əmr edici, tənqid edici, şəxsiyyətinə belə xələl gətirəcək bir fikirlərlə əsaslanırsa, münasibətlərdə insanlar bir-birlərinin qəlbinə toxunurlar. Və təəssüflər olsun ki, belə hallarda problem qəti şəkildə həll olunmur. Təhqiramiz ifadələrə qəti şəkildə yol verməmə. Sən necə kişisən ki, bunu bilmədin, sən bu, və yaxud ki, kişi də qadına belə bir söz deyə bilər. Sən necə qadın, sən necə anasan, uşağı başa düşmürsən ki, uşaq xəstədir, dərsə yollayırsan. Belə sözlər, belə fikirlər, bax, bu şəxsiyyətə toxunur. Bu ifadələr demək, bax, ən birinci siz özünüzə bir öhdəlik götürün də, özünüzə cavabdeh olun. Hal-hazırda biz qarşı tərəf partnyoru analiz etmirik. Çox xahiş edirəm. Deyəcəksiniz ki, mən belə sözlər demirəm, amma o deyir. Okey, o deyir. Amma indi hal-hazırda siz öz davranışınıza diqqət yetirin. Siz nə cür davranırsınız yoldaşınızla? Ailə modelində sağlam və yetkin təfəkkürə malik olan insanların münasibəti nə cür olmalıdır? Əgər nəsə sizin istədiyiniz kimi getmirsə, bu demək deyil ki, artıq münasibətləri qırıb, atmaq, boşanmaq lazımdır. Siz sadəcə olaraq ola bilər ki, hər bir insanın kompleksləri olur və bu normaldır və biz o kompleksləri illərlə içimizdə böyütmüşük, yaşatmışıq. Ona görə biz hal-hazırda özümüzü ola bilər günahkar hiss edək, ola bilər misal üçün hansısa bir natamamlıq kompleksindən əziyyət çəkib, özümüzü ona sübut etməyə ehtiyacı yaşayaq. Ona görə belə impulsiv reaksiyalar göstərək. Buna görə özünüzü günahlandırmaq deyil, daha çox korreksiya etməyə meyilli olmalıyıq. Yəni dediyimiz kimi, o təhqiramiz ifadələri minimuma indiririk, yaxşımı? Təşəbbüskarlıq etməkdən çəkinməyin. Bax, bunu da deyəcəkdim sizə. Bəzən insanlar gözləntilərlə yaşayırlar. İnsanlar sanki bilirsiniz necə, axşam saatları işdən gələndə harasa bir parka getmək, çıxmaq, bir əylənmək, uşaqları harasa istirahət aparmaq. Amma gözləyirlər, görürlər, kişidən bir səs çıxmır da, görsən, hər dəfə o bilir axı mən əyləncəni sevirəm, amma mənə ki, gör neçə müddətdir heç təklif etmir. Özünüz təşkil edin. Bax, təşəbbüskarlıq ailə münasibətlərində vacib şərtlərdən biridir. Uyğun şərait yaratmaq, bax, qadının öhdəliyinə çox vaxt ailədəki atmosferi yaşatmaq düşürsə, ailə münasibətlərində də, siz o münasibəti yaradın. Yəni, əgər evdə şam işığında bir yemək təşkil etmək istəyirsə, o romantikanı yaşatmaq istəyirsinizsə, nə sizi bundan çəkindirir? Ola bilər ki, misal üçün, ailəli insanlar var, neçə ildir bir yerdə yaşayırlar, bəlkə də qaynana, qaynata da bir yerdədirlər. Deyəcəksiniz ki, evdə şərait yoxdur, nə romantika, nə hisslər. İkinizin bir yerdə qaldığınız vaxtlar olurmu? Olmursa, təşkil edin, olmalıdır. Çox düzgündür əslində. Bir də görürsünüz ki, kişi, qadın öz yataq otağında uşaqlarla bir yerdə yatırlar. Uşaq gəlir, heç cürə deyir, uşaq bizdən yatır da, uşaq yatmır da, deyir, kənarda da, istəmir də. Deməli, ona bu vərdişi öyrətmək lazımdır. Yuxu tutdu aparmalısınız, öz otağına, bir başqa otağa. Yəni, necəsə olsa onun özünüz üçün, bax, iki nəfər kişi qadın arasında olan münasibət üçün bu önəmlidir. Bu şəraiti yaratmalısınız. Biz istəyiriksə sevilək, biz istəyiriksə bizə dəyər versin, hörmət edilsin. Biz də təbii ki, qarşı tərəfə hörmət və dəyər hissini ötürməliyik. Ailə münasibətlərində ümumiyyətlə deyilir, bax, demişdim, xüsusi bir rituallar var da. O ritualları tapmaq lazımdır, mütləq şəkildə. Çünki dediyimiz kimi romantika olduğu kimi qalmır. Hətta olduğu kimi qalsa, bax, endir, sizə ehtiras, hisslər, hər şey olduğu kimi qalmalı, olduğu kimi qala bilməz. Əgər qalarsa, bu belədir, fanavoy səs kimi insana bir gün belə deyil də, təsir etməyəcək. Artıq uyğunlaşırsan, adaptasiya olursan, sənə özəl gəlmir. Nəsə bir yenilik qatmaq lazımdır, nəsə bir özəllik qatmaq lazımdır münasibətlərə. Bunun üçün də mütləq lazımdır ki, münasibətlərdə xüsusi bir rituallar, yeniliklə, buna deyək psixoloji dövbərlərdə, toxunuşlar, baxışlar, bunlar olsun. Bizim öz təcrübəmizdə sınadığımız bir metod var. Hansılar ki, sadəcə olaraq biz öncədən düşünülməmişdik. Belə getdi və belə də davam edir bugünə qədər. Biz evdən çıxanda da,
Evə gələndə də, uşaqlarla olanda da, olmayanda da mütləq, bax, evdən çıxırıq, qucaqlaşırıq, çıxırıq. Evdən daxil oluruq, mütləq qucaqlaşmalıyıq. Yəni, görüşdə eləyəndə uşaqlarla. Bu bir ritualdır, bu toxunuşlardır, bu baxışlardır. Bunlar hər zaman olmalıdır ki, o kontakt, o əlaqə itməsin. Bəzən olur ki, problem həll olunur, çözülür, misal üçün də, amma insanın beynində yaddaşından silinmir və imkan tapan kimi sanki sancmaq istəyir də partnyorla. Niyə görə bunu edirsiniz? Kim ki, bu belə deyim, tanış gəlirsə bu davranış, sizi buna məcbur edən nədir? Necə düşünürsünüz? Bax, niyə görə sancmaq istəyi yaranır? Bax, keçən dəfə tanıdığımız bir ailə idi, bizim doğma ailələrimizdən də tanışlarımızdan qoymaq qaramadan. Gördüm ki, xanım öz yoldaşına, deməli, hər şey yaxşıdır, hər şey gözəldir. Yoldaşı avtomobili belə saxlayanda, parking edəndə güzgüsünü cızdı. Qadının ürəyincə sanki oldu budur. Bax, yaxşı ki, mən deyildim. Bax, indi mən olsaydım, gör indi nə baş verərdi. Və bunu bir dəfə demədi, 2 dəfə demədi, 3 dəfə demədi. Artıq mənə elə gəlirdi ki, indi kişi deyəcək, yaxşı da, bəsdir də. Bax, sanki elə bir ki, provokasiya olunur da. Bu söz-söhbətlərə qızıma görə dözürəm. Zəhləm gedir, ona görə sancıram. Ay, nə təəssüf. Zəhləm getdiyiniz insanla necə yaşaya bilərsiniz axı? Bu, o qədər də, belə deyim, çox təəssüf edici bir haldır, açıq istədiyim. Bəlkə indi qəzəblisin, ona görə belə deyirsiniz, bilmirəm. Amma həqiqətən də düşmən mövqeyində istəmədiyiniz, sevmədiyiniz insanla özünüzü yaşamağa məhkum etmək, bu ayrıca bir əzabı, siz özünüzə əzab verirsiniz. Həm özünüzə, həm də ki, yoldaşınıza. Qızınıza görə dözmək, bax, çox vaxt ailələrdə deyirlər, övlada görə dözürəm. Dözmək deyil, problemi həll etmək lazımdır. Əgər siz övladınıza görə ailənizi qorumaq istəyirsinizsə, ailənizi saxlamaq istəyirsinizsə, ondan sonra gedin aranızdakı problemi kökündən həll edin, münasibətlərinizi dəyişin, yeni bir mərhələyə çıxarın, hisslərinizi oyadın, hisslərinizi yaşadın. Ondan sonra belə edin, əmək sərf edin də biraz. Nəinki demək ki, mən dözürəm. Uşağınızda birinci günahkarlıq hissi oyadacaqsınız. Çünki uşaq kənardan görür ki, ata-ana bir-birini sevmir. Kənardan görəcək ki, ata-ana bir-birini sancır, bax, belə deyim, zəhərli münasibət yaşadır. Uşaq əziyyət çəkəcək. Uşaq deyəcək ki, deməli, mən birincisi onun üçün ailə modelinin nümunəsi budur. Belə olur, ailələr düşünəcək. İkincisi, özündə günahkarlıq hissini yaşadacaq ki, anam mənə görə gör neçə ildir zəhləm getmiş, atamı dözürdü. Bax, elə düşünəcək. Ümumiyyətlə, qızlarda ataya qarşı münasibət ananın davranışından formalaşır. Ananın elə bir ki, bir güzgüsünə çevrilir də. Əgər ana atanın üstünə qışqırırsa, bu normadır. Qız da sabah gələcəkdə elə birisini həyatına çəkəcək ki, onun da üstünə o qışqıracaq. Baxın, bu nümunədir də. Ailə modelləri, stereotip bir modellər bu cür bir-bir ötürülür nəsildən nəsilə. Əgər övlad oğlan uşağıdırsa, oğlan da həyatına elə bir qadını çəkəcək ki, o qadın da onun üstünə qışqırsın. Çünki onlar üçün bu normadır. Ona görə uşaqların qarşısında ümumiyyətlə söz-söhbət etmək, mübahisələr etmək, mübahisə təhcid deməzdimi, münaqişələr, davadalaş etmək uşaqlar üçün xoşa gəlməz bir nümunədir. Var, səbəbləri çoxdur. Yəni, sancmaq da bəzən deyir, siz necə, qarşı tərəfi incitmək istəyirsən də, qarşı tərəfə diskomfort hissi yaşatmaq istəyirsən. Sanki mənə pisdir, mən eşidilmək istəyirəm. İstəyirəm ki, mənim nə dərəcədə acımağımın şahidi olsun. Buna görə istəyirəm, o da incisin, ona da ağrı olsun. Buna görə sancıram. Bu, yenə də nədir? Toksik münasibətdir də, zəhərli münasibətdir. Mən negativ ötürürəm, o da mənə sonra negativ ötürəcək. O, heç vaxt zəhərli münasibətin qarşısında, sizin sancmağınızın qarşısında sizin başınıza sığal çəkməyəcək. O da sizi incidəcək. Əgər bir metod işləmirsə, onu etməyə dəyərmi? İşləmir də bu metod. Mən ona deyirəmsə, onu tənqid edirəmsə, o tənqidin qarşısında mənə xoş söz deməyəcək. O da məni tənqid edəcək. Bu ping-pong oyuna bənzəyir. Mən sənə atıram, sən mənə topu atırsan. Mən sənə topu atıram, sən mənə atırsan. Mən düyüklüm, bu topu qoymalıyam kənara. Qoymalıyam. Metodlar dəyişməlidir. Hədlərdə problem kritik həddə gəlib çatıbsa, artıq siz hiss edirsinizsə ki, partnyor sizi eşitmir, dinləmək istəmir.
nə dedisə ona çatmır və siz müxtəlif üsullar istifadə edirsinizsə, bax dediyiniz o sancmaqdır, küsməkdir, tənqid etməkdir, üçüncü şəxsləri münasibətə daxil etməkdir, kimsə gəlin mənə kömək edin, bir yol göstərməkdir. Belə hallar yaşayırsa, görürsünüzsə ki, divardır da sizi danışmır. O zaman nə etməlisiniz? Təbii ki, o sizi eşitmək üçün geri qışqırasınız da. Qışqırmaq da nəticə verməyəcək. Yəni məcazi mənada deyirəm qışqırmaqda. Yəni insanı divara sıxmaq, böyük bir problemi yaratmaq və hər kəs bu problemlə agah olsun və nəhayət ki, mən eşidilim. Belə bir hissi yaşayırsınızsa, insan çox vaxt qeyri-müəyyən yaşayır. Mən neyiniyim? Ya boşanır, deyir ki, artıq belə bitməz, məni eşitmir, məni dinləmir, mən boşanıram. Xeyr, tələsməyin. Nə edə bilərsiniz? Lifehack deyəcəm sizə. Dırnaq arası lifehack, çünki doğrudan da bu terapevtik təsir göstərir. İnsanlar adətən yanlış metodu bir başqa bir metoda çevirməyə də bacarmalıdırlar. Siz yaxşı olar ki, ən azı bir həftə, bax dediyim bu kriteriyalar var idi, bayaqdan sadalayırdım. Onları nəzərə almaqla bir həftə ərzində ona əsl gözəl bir həyat yaşadın. Baxın, cənnət həyatı yaşadın da ona. Belə bir texnika var psixologiyada da. Yəni, tamamilə fərqli bir davranış metodu. Əvvəlkindən tam fərqli. Yəni, bu özü də məntəl qalsın ki, bu qadına nə oldu? Deyəcəksiniz, getdim psixoloqa və psixoloji dəstək almışam. Deyəcək, nə gözəl psixoloqdur. Ailəmiz necə dəyişdi? Görürsən, ya da deyəcək, günahlandıracaq sizi. Bax, görürsən, hər şey sənlə bağlı idi da. Sənə görə belə oldu. Bəzən xəyanət edən kişilər qadını təqsirlandırırlar. Sən özü belə aparmasaydın, gedib xəyanət etməzdin. Bir həftəlik cənnət həyatı yaşadırsınız da ona. Hər şey, yemək, içmək, evə gəldi, qarşısına kofe qoyursunuz. Problem həll olunmuyor. Başa düşürəm. Siz eşidilmək istəyirsiniz. Sizin içinizdə hiss edirsiniz ki, duyulmursunuz, qayğı, diqqət məsələsində özünüzü əzilmiş hiss edirsiniz, bəlkə də göz yaşları içində gecələr yatmışsınız, ola bilər, hər şey ola bilər. Hadisələr ailə həyatında fərqli olur, müxtəlif olur. Amma siz bütün bunlara rağmen nə edirsiniz? Siz ona əsl gözəl həyat yaşadırsınız. Siz heç nə olmamış kimi ona yemək süfrəsi açmaq, necə işin gedir, əzim, ondan nəsə sual vermək, nə olar bir gün diqqətsiz yanaşacaq, bir gün görəcək mütəmadi, belə deyim, davam edir bu həyat. Öyrəşəcək, adaptasiya olacaq, ona xoş olacaq. Bilirsiniz, insanlar deyir, yaxşı həyata tez uyğunlaşırlar, tez öyrəşirlər. Sonra oradan çıxmaq nə çətinlik bahasına gəlir. Aha, qəbul elədi. Nə deyəcəyindən asılı olmayaraq, baxın xanım, biz onun nə düşünməyini indi hal-hazırda qoyuruq bir kənara. Biz axı istəyirik hal-hazırda, faktiki olaraq insanı fakt qarşısında qoyaq. İnsan heç bir zaman dəyişilməz, əgər o nəyisə, bir dəyərli nəyisə itirmək təhlükəsi qarşısında qalmasa. İki insan, yetkin insanın, sağlam insanın ən gözəl xüsusiyyəti nədir? Danışıq. Danışıq üslubunda bir-birinizlə bütün məsələləri aydınlaşdıra bilərsiniz. Alınmırsa, bax, elə ailə terapiyası bu işdə insanlara kömək edir ki, o əlaqəni, o körpünü yaradır. Evdə mübahisə edirsiniz, amma ailə terapiyası çərçivəsində mübahisələr etmirik. Mübahisələr edəndə mən çox vaxt dayandırıram. Deyirəm, mübahisəni evdə də edə bilərsiniz. Burada biz həll etməliyik. Ona görə biz ardıcıl olaraq fikirlərimizi izahlı şəkildə bir-birimizlə danışaraq həll etməliyik. Ona görə belə məqamlarda düzgün danışıq tərzi, bir-birinizi anlamaq, həll etmək çox vacib məsələdir. Amma niyə görə mən bu danışıqda bu cür reaksiya, bu cür hissləri, bu emosional sıçrayışları duyuram? Bunlar şəxsi terapiyada həll olunan məsələlərdir. Bunlar artıq terapevtik o komplekslərinizi, səbəblərini aydınlaşdırmaq, davranışlarınızı korreksiya etmək üçün bu sonraki məsələlərdir. O fərdi şəkildə ailə terapiyasında çox vaxt nə üçün olur? Cütlüklər gəlirlər, öz belə deyim də münasibətlərini diaqnostikadan keçirirlər. Sonradan hər ikisinin fərdi şəkildə görüşmək lazım olur. Fərdi görüşlərdən sonra əgər motivlər uyğun gəlirsə, hər ikisi münasibətləri qorumaq istəyi yaşayırlarsa, ondan sonra terapiya başlamaq olar. Söhbət etmək istəmirlər, deyirlər elə şey yoxdur. Baxın, əgər söhbət etmək istəmirsə,
Bəzən olur da 2 nəfərdən biri ümumiyyətlə ailə terapiyasına gəlmək istəmir. O zaman bir nəfərlə hal-hazırda sizi narahat edən məsələlərlə əlaqəli biz fərdi şəkildə işləyirik ki, siz özünüz doğru bir formada yoldaşınızdan dil tapıb onu təlimatlandıra biləsiniz. İndi dediyimiz həmin bax bu məsələ ki, mən deyirdim, sizə metodik bir praktikadır da, təcrübədən keçmiş bir praktikadır. Psixologiyada da bunu təklif edirlər hər zaman ki, əgər münasibətlər həmin o kritik həddə çatıblarsa ki, siz münasibətdə partnyorunuzun sizdən uzaqlaşmağını hiss edirsiniz, siz yəni eşidilmirsiniz, amma ailə münasibətləri qalır, o zaman siz o bir həftəni gözəl bir həyat ona yaşadırsınız, hər şey ideal, hər şey çox gözəl, insan ola bilər ki, səhər oyanışı da gözəl olsun, gecə yuxuya getməsi də gözəl olsun, bir-birinizə həmin o bal ayında yaşatdığınız, bilirəm çox çətindir, amma mümkündür, o bal ayında yaşatdığınız gözəl bir məqamları yaşayırsınız və sonra bir həftə bitdikdən sonra deyirsiniz ki, əzizim, hər şey çox gözəldir, gördüyün kimidir, düzdürmü? Amma mənim narahat edən məsələlər var. Məni münasibətlərdə qane etməyən məsələlər var. Mən əziyyət çəkirəm və məni narahat edən məsələlər var. Bu məsələlərin həllinə yönəlmək istəyirsənmi? Sən deyəcək istəmirəm. Hər şey yaxşıdır. Deyəcək, hər şey yaxşıdır, hə? Gözəldir. Yox, məni narahat edən məsələlər var. Bax, əgər boyun əyirsə, əgər dəyər vermirsə başqa bir mövzudur. Əgər deyirsə ki, qapı açıqdır, gedirsən, get deyirsə, onun üçün o bir həftəlik cənnəti də yaşatmağa dəyməz. Xeyri yoxdur, niyə görə? Çünki siz insanı fakt qarşısında qoymursunuz. Deyirsiniz ki, o bir həftədən sonra problemlər var, amma bu problemlər həll olunmasa, yolumuz ayrılır. Bir ay pauza veririk bir-birimizə. Danışdırmırıq bir-birimizə, tutaq ki, yəni küsmək deyil, ha. Pauza veririk, aralanırıq. Hətta bəzən olur ki, ayrı yaşayanlar da olur. Bir dəfə olmuşdu ki, bir ailə ümumiyyətlə 3 ay boyunca ayrı yaşamışdı. Amma 3 aydan sonra ailə terapiyasına gəlmişdi və bir ayın içində biz neçə illik, 10 illik ailə həyatını yeni bir mərhələyə çıxartdıq. Çox sevindirici bir hal idi. Hətta həmin o ailə övladlar da var. Hətta bal ayına da getdilər. O gözəl həyatı yaşadılar yenidən. Ona görə çıxış yolu təbii ki, insanın münasibətlərə verdiyi dəyərdən sonra aydınlaşır. Yəni, dəyərsiz ümumiyyətlə münasibətləri saxlamağa ayrıca dəyərmi? Bunu öncə siz özünüzdə özünüz aydınlaşdırmalısınız. Nə zamandan sonra sizi narahat edir bu problemlər, hansı tədbirləri görmüsünüz, ümumiyyətlə bu problemi özünüz belə deyim, nə cür həll etməyə çalışırdınız və niyə görə alınmırdı və alınmırsa niyə təkrar eyni cür davranış modelini göstərirsin, niyə görə eyni münaqişələri yaşayırsınız. Bu hallar ən birinci psixoloji səbəblərə əsaslanır. Ona görə əgər sizin üçün maraqlıdırsa, bunu araşdırmaq, dediyim kimi, sizə bir neçə təklifim olacaq. Bildirim ki, bunun üçün bir neçə çıxış yolu var. Təbii ki, ailə terapiyası maarifləndirici kurs olaraq biz keçirik. O, yəni psixoloqlar üçün tədris proqramıdır. Fərdi və cütlük olaraq seanslar götürə bilərsiniz. Əgər sizin üçün bu münasib deyilsə, qrup şəklində sevginin reanimasiyasına daxil ola bilərsiniz. Qrup şəklində, baxın, Zoom-da bizim görüşlərimiz onlayn formatda necə keçirilirsə, qatılırsınız, sualınızı verirsiniz. Təbii ki, sizdən başqa iştirakçılar da burada olacaq. Biz sizin sualınıza, müraciətinizə əsasən də terapevtik təhlil aparırıq. Belə bir format da uyğundursa, buyurun. Amma əsas məsələ odur ki, qəti şəkildə bunu belə saxlamaq, yəni dözmək övlada görə və yaxud da hansı bir başqa səbəbə görə bu problemi həll etmir, bu münasibətləri əksinə daha da uçuruma aparır. Və bir gün ayılırsınız ki, 15 il keçib, 17 il keçib, amma səndə mən aranızda böyük bir boşluq var, onun öz həyatı var. Bu, yəni çıxış yolu deyil. Yəni yola getməyə çalışan deyil, məhz qadınlardır çox təəssüf deyim, nə deyim bilmirəm. Amma bir şey var ki, çox bu ailənin təməli əsas qadınlardan nasıl olmur. Bizim psixologiya bu ki, qadının əsasıdır, vacibdir, aparıcıdır, xeyr. Evdə apca olan şeydir. Yəni, kişilərin də maariflənməsi çox vacib bir şeydir. Yəni, deyək də, aparıcı iş olmalıdır. Yəni, bir qadın kişinin iki qat hissinin təcəssümüdür. Bax, mən bunu çox rahatçılıqla deyə bilərəm. Əgər kişi narazıdırsa həyatdan, nə bilim, nə filan belə bir şeylərsə, qadın iki qat elə olacaq.
kişi sevgi verə bilirsə evə, qadın 2 dəfə artıq onu qaytaracaq. Yəni bu normal bir şeydir. Amma sadəcə biz elə ancaq düşürük qadınların üstünə, o hansı ki o faiz aşağıdır, yəni evdə. Əsas kişi də evdə belə deyək. Yaxşı olar ki, kişilərlə də belə münasibət. Kişilərdən ayrıca deyirsiniz danışaq. Mən amma bundan öncə elə qeyd elədim ki, biz cinsiyyətə bağlamırıq. Nə kişi, nə qadın fərq etmir. Çünki eyni problemləri yaşayan kişilər də var əslində. Hansılar ki, qadınla dil tapa bilirlər. Hə, prosta sadəcə bu belə marafonlara ancaq qadınlar girir. Çünki kişilər o qədər özlərinin ağıllı hesab edirlər. Yəni ki, mümkün deyil də. Yəni bizik. Bağdadda biz xəlifiyik, nə bilim, nəyik. Nəticədə göstərə də bilmirlər, yazıqlar, neynəsinlər. Amma nəticədə əziyyət çəkir. Bəlkə indi bilirsiniz necə olur Rəda xanım? Mən sizi başa düşürəm. Yəni çox vaxtdır qadınlar birliyi kimi yaranır. Qadınlar bir məsuliyyət yükü kimi özünü üzərinə götürürlər ki, ailənin durumunu biz necə dəyişə bilərik, nə cür edə bilərik. Bunlar qadın özgüvəni, şəxsi belə deyim, inkişaf istiqamətində olan təlimlərə aid olur. Amma təbii ki, ailə münasibətləri bu iki tərəfli prosesdir. Burada təkcə qadınlarla işləmək məsələsi problemi həlli yolu deyil. Yəni bu ailə terapiyası o zaman sayılmır. O siz dediyiniz qadınlar üçün ayrıca marafonlar var. Onların belə deyim də əsas məqsədi, niyyəti odur ki, qadınların özgüvənini, öz dəyər hissinə artırsınlar ki, onlar ailə münasibətlərdə öz sözlərini deyə bilsinlər. Amma bu ailə münasibətləri problemini həll etmir. Ailə münasibətləri ona görə belə deyim, iki tərəfli bir prosesdir ki, hər iki nəfərin iştirakı vacibdir. Sadəcə olaraq mən indi şəxsən çox vaxt qadınlarla işləmişəm, amma indi ailə terapiyası çərçivəsində çox vaxt kişilər də, qadınlar da, yəni fərdi şəkildə lazım olanda işləyirəm və görürəm ki, kişilərdə belə bir stereotip bir fikir var ki, onlar da çox vaxt o bəzi incə məqamları, özlərinə aid olan da intim məqamları çox vaxt kişi mütəxəssis qarşısında açıqlamağa sevirlər. Ona görə də mən yoldaşımla paralel bu məsələlərdə işləyirəm də. Çox vaxt yoldaşıma müraciət edən, misal üçün götürüklərdə kişilər, misal üçün lazım olanda mənə yönləndirir qadınları və lazım olanda kişiləri mən ona yönləndirəm. Buna deyirlər ko-terapevt də, yəni terapevt və onun ko-terapevti. Ailə münasibətlərində paralel olaraq yəni iki mütəxəssis işləyə bilər. Çünki stereotip var. Bax, indi mən bir xanım olaraq bu təlimi açıb elan elədim ki, kim istəyirsə, maraqlıdırsa, qadınlar daha çox, təbii ki, qadın mütəxəssisidirsə, qadınlar daha çox müraciət edir. Amma mən öncədən demişdim ki, elə ailələr var ki, misal üçün, qadın müraciət edir, yoldaşı da yanında dinləyir, oturur dinləyir. Ona maraqlıdır, o təşəbbüskardır. Amma elə kişilər də var ki, bunu deyir, belə deyək də, hələ tam ailə terapiyasında psixoloji yardım nə deməkdir, tam anlayışı yoxdur. Ümumiyyətlə, psixoloqla işi nədən ibarətdir bilmirlər və təəssüflər olsun ki, bugün indi cəmiyyətimizdə çoxlu sayda dırnaqarası psixoloqlar da var ki, hansılar ki, onlar da öz işlərinin, belə deyim də, mahiyyətini anlamırlar, qısa müddətli kurslar keçirirlər, bitirirlər. Bəzən olur ki, ümumiyyətlə, psixoloqların sistemli ailə terapiyasından belə anlayışı olmur. Sadəcə olaraq düşünürlər ki, gəlirlər, mübahisəli məqamları aydınlaşdırırıq da, bir sosial veriliş kimi, belə deyim də, konsultasiyanı aparırlar. Qəti şəkildə belə olmamalıdır. Ona görə psixologiyanın ayrılmaz hissəsi məhz sistemli ailə terapiyasıdır ki, sırf münasibətlərin kökündə duran psixoloji səbəbləri açıqlayır və insanlar bunu özləri aydınlaşdırmalıdırlar. Amma sizin dediyiniz məsələ, kişi təşəbbüs görmürsə, kişi üçün misal üçün də maraqlı deyilsə, o da ümumiyyətlə, belə deyək də, burada kişi-qadın söhbəti deyil. Elə olur ki, bir dəfə olmuşdu ki, bir kişi müraciət etmişdi fərdi konsultasiya, sonra demişdi ki, yoldaşımı gətirmək istəyirəm. Amma yoldaşını razı salıb gətizdirə bilməmişdi konsultasiyaya, xanımı. Baxın, təsəvvür edin. Niyə görə? Çünki qadının motivi yox idi. Ya partnyor üçün hər şey qane edir, yəni adaptasiya olur, onun üçün problem yoxdur, motivi yoxdur. Ya da, belə deyək də, ümumiyyətlə lazım bilmir, dəyər vermir münasibətlərdə. Yəni, bunun səbəbləri fərqlidir, müxtəlifdir. Mənim söylədiyim bu texnika ki var, bu çox vaxt münasibətlərin kritik həddində tətbiq olunmalıdır. Mən dedim ya, hansı ki bir həftəlik gəlin. Lap kritik həddində ki, hansı ki siz artıq düşünürsünüz ki, bilirsiniz nə var? Mən onsuz da artıq boşanmağın həddinə gəlib çatmışam da. Ondan sonra mən bax bu üsullu bir sınayım, insana bu həyatı yaşadım və o görsün nəyi itirmək təhlükəsi qarşısında qalsın, fakt qarşısında da və ondan sonra başa düşsün ki,
nəsə belə artıq sos işarə siqnalı çalınır da, mən əlimdə olan böyük bir dəyəri itirə bilərəm. İnsan o dəyər verdiyi münasibəti itirmək istəmirsə, o əlindən gələni əsirgəməyəcək, edəcək. Amma yox, insan üçün bu o qədər böyük bir əhəmiyyət daşımırsa, o təbii ki, belə deyim də, heç nə etmək istəməyə də bilər. Əgər bunun üçün belə bir zəmin yaranmırsa. Yəni, çox vaxt bu qarşılıqlı, belə deyim də, iki tərəfli proseslə əlaqəli olan bir məsələdir də. Ailə münasibətlərində razılaşmış kriteriyalar var. Öhdəliklərin paylaşılmasında, əgər hər iki tərəf razılaşır ki, məsəl üçün kişi deyir ki, mən uşaqları hal-hazırda vaxtım tədrisində, məktəbində, onlara çox vaxt ayırmağa fiziki çatdırmıram, mən vaxtım yoxdur. Və qadın bu öhdəliyi götürürsə, deyir ki, sən narahat olma, mən baxacağım. Bu başqa məsələ, bu normadır. Amma stereotip bir, yalançı bir ideologiya kimi götürsək ki, yalnız uşaqlarla qadın məşğul olur. Yəni, bu stereotip bir fikirdir sadəcə olaraq və bu qadının fədakarlığından irəli gələn, bu qadın yükü öz, belə deyim, çiyinlərinə atır və bütün hər şey, xırdalığı, məktəbin təhsilinə, ora-bura, iclaslara özü gedir. Bax, biz çox vaxt iclaslarda nəyə şahid oluruq da ki, qadınlar daha çox gəlir, bir-iki nəfər kişi ola, olmaya. Mən isə yoldaşımla ikimiz gedirik çox vaxt iclaslara. Niyə görə? Çünki hər ikimizi də, əgər birimizin işi olarsa, misal üçün də, o zaman deyə bilərik ki, mən gedə bilmirəm, sən get. Bir dəfə olub ki, mən gedə bilməmişəm, yoldaşım gedib iclasa. Bir dəfə olub ki, yoldaşım gedə bilib, mən getmişəm. Amma bu o demək deyil ki, yalnız qadın getməlidir, kişi yox. Misal üçün, bu öhdəlik stereotipdən irəli gəlirsə, çox vaxt qadın bu yükü çiyinlərinə alır, daşıyır. Sonra da o ağırlığın, belə deyim də, altından belə çıxmaq üçün emosional bir tükəndi hiss edir və başlayır qəzəb hissi yaşamağa ki, hər şey, bütün ailənin yükü mənim üzərimdədir, mən daşıyıram bu yükü, mən edirəm, mən hər şeyi düşünməliyəm, nə bilim, belə deyim də, kommunal xərcləri sanki mən düşünməliyəm. Sən özün etmisən də, sən bu şəraiti yaratmışsan, insan artıq öyrəşir də bu hala, bu vəziyyətdə. Sonra da şikayətlənirsən. Ona görə belə hallar olanda yaranır öhdəliklər konflikti. Hansı ki, o da təsir edir insanların arasındakı hisslərə, təsirə. Kişi yükü qaldırmaq istəmirsə, amma bir nəfər burada yazır ki, kişi yükü qaldırmaq istəmirsə. Niyə görə istəmir? Birinci, onu aydınlaşdırmaq lazımdır. Və əgər istəmirsə, o çox şey istəməyə bilər. Amma biz bu razılaşma nə deməkdir? Anlaşmaq və danışmaq. Əgər bir insan nədənsə imtina edirsə, və siz onun imtina nəticəsində ona qarşı aqressiya hiss edirsə, üz döndərirsinizsə, qəzəb yaşayırsınızsa, amma gedib öz bildiyinizi edirsinizsə, bu ayrılıqdır. Bu emosional ayrılıqdır. Amma əgər insan görürsünüzsə ki, konfliktdir də, maraqların konfliktidir. Bax, bayaq ki, yazan xanım maraqların konflikti ilə üzləşir. Biri deyir, sən yükü daşımalısan, eləməlisən, digər deyir ki, mən bunu etmək istəmirəm. Və yaxud da ki, başqa konfliktlər olur. Kişi deyir ki, qadın işləməməlidir, qadın deyir ki, mən işləmək istəyirəm. Bu konfliktdir. Və indi bu konflikti danışmaq, aydınlaşdırmaq lazımdır. Razılaşma dərəcəsinə gətirib çıxartmaq lazımdır. Bax, bu mərhələdə çox vaxt problem yaranır. Bir araya danışmağa gəlmir çox vaxt, bilirsiniz niyə görə? Çünki danışıq problemə çevrilir. Çünki danışıq konflikt yaşadır. Danışıq münaqişə, davadalaş, tənqid, əmredici ifadələr və insan bu mühitdə düşmək istəmir, özünü, belə deyək də, yayındırır bu məsələdən. Təhlükəsiz bir şəraitdə yaşamaq istəyir də bu insan. Susmağa meyilli olur. Danışmaq istəmir ki, münasibət gərgin olacaq, ürək bulandıracaq və yaxud da ki, sərf eləmir. Elə də olur bəzən. Sərf eləmir, müxtəlif üsullarla vaz keçmək istəyir. Amma insan biləndə ki, qaçırılmaz bir durumdur. Yəni, nəyisə itirə bilər, o sərf etməsə də gələcək danışığa. Və gələn vaxtı, dediyim həmin bu şərtlər ki, var ki, danışıq, kommunikasiya şərtləri ki, onları nəzərə almalısınız, onlar vacib şərtlərdir. Nəzərə almasaz, problem həll olunmayacaq, konflikt böyüyəcək, siz gətirirsiniz danışığa, amma danışıqdan sonra böyük bir problem yaşanılır. Bu yaranmırsa, alınmırsa, bu deməkdir ki, siz ailə terapiyasına gəlməlisiniz ki, birlikdə bu danışıq əldə olunsun.
Terapevtik metodlar, yəni sistemli ayrı terapiyasında təbii ki, çoxdur, amma o terapiya prosesinə başlamazdan öncə mütləq insanlar ilk öncə münasibətlərini diaqnostikadan keçirməlidir və o diaqnostika azı mən indi tam dəqiq deyə bilməm, amma bir ay ən azı gedir. Bu hələ ancaq diaqnostikadır. Ancaq insanlar hələ aydınlaşdırır, yəni nə mənə hal-hazırda qane edir, nə qane etmir, niyə görə bizdə o danışıq alınmır. İnsanlar hələ ilk növbədə bir-birlərini eşitməyə başlayırlar. Bu hələ bir ay müddətinə aparılan bir prosesdir. Amma terapiya prosesinin özünün davam etməsi o 2 aydan 3 aya qədər gələn bir vaxtdır. Yəni hesab edin ki, siz illərlə bir yerdə yığılmış o problemləri bir gündən həll edə bilməyəcəksiniz. Bunun üçün əməl sərf etmək lazımdır və bunun üçün də ailə terapiyasının rolu məhz bax bu proseslərdən, bu mərhələlərdən ibarətdir. Savadlı uşaqdır. Başqa suallarınız, bir dəqiqə oxuyacağım, Gülçörə xanım da yazır. İradə xanım, fikirlərinizə görə mən sizə təşəkkür edirəm. Sizlə artıq qrupumuzun köhnə iştirakçılarındansınız, tanıyıram da sizi. Şad oldum sizi burada görməyimə, həqiqətən də. Çox istəyirəm ki, hər zaman bax belə sizin kimi münasibətlərə önəm verən, dəyər verən xanımlar çox olsun. Hər zaman nə qədər də çətin olsa da, ailə münasibətlərində vəziyyət. İnsanlar cəhd edəndə ki, o münasibətləri dəyişsinlər, bir çıxış yolu mütləq ki tapırlar. Çünki bu bir inkişaf prosesidir. Bu prosesdə daimi şəkildə biz də dəyişirik, biz də böyüyürük və bu tempi, belə deyim, o axarı aparmaq üçün insan səy göstərməlidir. Və bu qarşılıqlı olarsa nə gözəl. Amma qarşılıqlı olmazsa bunun da səbəblərini aydınlaşdırmaq mütləq lazımdır, mütləq danışmaq lazımdır və bu davamlı olmalıdır. Həyatı boyu onsuz da bizim münasibətimiz danışıqdan keçir və başqa yolu yoxdur axı. İndi burada bir xanım da yazır, üzr istəyirəm. Mənim yoldaşımla münaqişəm son günlər, mən qızımı oxutmuram, qızım da savadlı uşaqdır. Heç nə başa düşmədim, Gülçən xanım. Münaqişəniz son zamanlar uşağınızın üzərində düşüb də, belə başa düşdüm. Siz qızınızı oxutmursunuz, qızınız da savadlı uşaqdır. Niyə oxutmursunuz qızınızı? Bəlkə indi burada redakta səhv çıxıb bilmirəm, amma niyə oxutmaq istəmirsiniz ki qızınızı? Ümumiyyətlə, savadlı uşaqları tədrisə maraqlarını oyatmaq olduqca vacib bir məsələdir və bunun da ayrıca yolları var. Bizim valideynlər üçün uşaq psixologiyası kursumuz tezliklə başlayacaq. Onu da sizə məlumat olaraq bildirim. Tezliklə sırf elə bir ki, psixologiyanın əsasları uşaq psixologiyasından bağlı sadə və anlaşılan dildə valideynlərə çatdırılacaq. Çünki valideyn uşağı ilə danışır, valideyn uşaqları ilə hər bir metodikanın tətbiqində, praktikasında yanında olur. Hər zaman problem yaşanılanda uşağı yönləndirirlər psixoloq, amma bu düzgün deyil. Psixoloq əgər uşaqla işləyirsə, hansı bir durumla əlaqəli, mütləq kompleks işləməlidir, mütləq valideyn də burada rolu olmalıdır. Bu, ailə terapiyası çərçivəsində aparılmalı bir prosesdir. Ona görə də biz düşündük ki, bunu qrup şəklində valideynlər üçün elə bir formatda, belə deyim də, əl çatan bir formada edək ki, valideynlər özləri öz uşaqlarının psixoloqa qismində onların hər zaman yanında olsunlar və hər bir yaş dövrünə uyğun da davransınlar. İndi başa düşdüm. Deyirsiniz ki, uşağı oxutmaq istəmir, yoldaşınız uşağı oxutmaq istəmir, kursa göndərmək istəmir, pulum yoxdur deyir. İndi burada siz necə, təhsil sistemində o qədər ciddi bir boşluqlar var ki, bu saat kursa göndərmək vacibliyi təbii ki olur, amma sizin üçün indi ailə münasibətlərində prioritetləri, belə deyim də, qoymaq, razılaşmaq, bu öhdəlikləri aydınlaşdırmaq istiqamətində bir boşluq var, onu yoldaşınızla çözməlisiniz. Ola bilər ki, siz valideyn kimi övladınızın gələcəyinə görə narahat olursunuz, təşviş, həyəcan keçirirsiniz. Bu normaldır. Lakin bu təşviş, həyəcan uşağın da sabah belə deyim, gələcək həyəcanına səbəb olacaqsa, bu xoşa gəlməz bir haldır. Amma kurslara əgər deyirsinizsə ki, həqiqətən də bugün üçün əslində oxumaq istəyən uşaq özü də oxuyacaq. Biz vaxtı keçib bir kurslara getmirdik, heç nə etmirdik, amma özümüz qurtardıq məktəbi də, instituta qəbul olunduq. Amma indiki təhsil sistemi sanki məcbur edir ki, getməlisən, oxumalısan. Məktəb indi elə bir şərait yaradıb ki, elə bir ki, müəllimlər əksinə də
dərs müəllimləri də təqsiri yoxdur. Müəllimlər bu sistemə uyğunlaşmağa məcburdurlar da sanki. Elə bil ki, nəyisə məktəb hesabat alır, nəyi öyrəndim. İngilis dili müəlliməsi təsəvvür edin, dəftərdə yazır ki, ev tapşırıqıdır. Uşaq bu qaydanı bilməlidir, bunu bilməlidir. Əm, is, ay, ar sözlərini bilməlidir, o qaydanı öyrənməlidir. Yəni biz evdə uşaqla hazırlaşmalıyıq da. Çox maraqlı bir yanaşmadır. Ona görə də belə deyək də, belə bir hallar çox vaxt ailə münaqişələrinə səbəb olur. Siz yoldaşınızla bir araya gəlməyiniz üçün pis baxır. Bu fərqli konfliktlərin, belə deyək də, maraqların konfliktidir. Bunu mütləq öz aranızda öncə aydınlaşdırmalısınız, sonra uşaqla əlaqəli bir qərarınızı verməlisiniz. Cinsel terapiya keçirsiniz. Mən sistemli ailə terapeutiyəm və ora təbii ki, o da daxildir. Amma belə deyim, ilkin diaqnostikadan sonra çox vaxt qərar verirəm ki, bir başqa mütəxəssisə yönəldimmi, yoxsa özüm qəbul edimmi? Və belə deyim, yavaş-yavaş, əgər qrupda heç bir suallar yoxdursa, başqa sual, misal üçün maraqlandıran, danışmaq istəyən yoxdursa, mən sizinlə yavaş-yavaş sağollaşacağam. Məlumat üçün bildirmək istəyirəm ki, ailə terapiyası fərdi və cütlük olaraq onlayn formatda və əyani şəkildə də aparılır. Qiymətlər təbii ki, fərqlidir. Məndə onlayn formatda 1 saat 50 manatdır, əyani şəkildə 100 manatdır. Amma əgər qrup şəklində, yəni siz istəsəniz qrup şəklində qatılasınız, yəni münasib qiymətə sevginin reanimasiyası kursuna üzv ola bilərsiniz. Aylığı 20 manatdır. 20 azanı ödəniş edirsiniz və qrup şəklindəki görüşlərimizdən də faydalanırsınız. Bizim açıq qruplarımız da var. Yeri gəlmişkən onu söyleyeyim ki, bizim həm yoldaşımın, həm mənim Telegram və WhatsApp qruplarımız var ki, orada bütün məlumatlar, təlimlər elan olunur, bəzən faydalı məlumatlar paylaşılır, görüşlərin elanı verilir. Və indi hətta bizim Telegram qrupumuzda valideynlər üçün də dediyim uşaq psixologiyasına bağlı bir istiqamət veriləcək. Bir kurs olaraq da kim istəsə, valideynlər həmin kursa yazılıb bütün bu incəliklərdən məlumatlı olacaqlar. Yaxşımı? Çox sağ olun. Təşəkkür edirəm diqqətiniz üçün. Sadiqə xanım, minnətdaram. Burada görürəm, iştirakçılarımız buradadır. Çox xoş oldu. Yəqin ki, gələn həftənin bazar günü görüşlərimiz keçiriləcək. Hələlik mən elan edəcəm mövzuları. Və bu mövzu üzərində də terapevtik, interaktiv belə görüşlərimiz, hətta mən deyərdim ki, ailəli olan xanımlar yoldaşları ilə birlikdə belə qrup görüşlərinə daxil ola bilərlər, iştirak edə bilərlər. Çox sağ olun, çox sağ olun, minnətdaram. Və bu təkcə dediyim bizim bu kimi görüşlərimiz təlim deyil, yəni qarışdırmayın. Ola bilər mən arada təlimlər keçirirəm, hətta bu təlimlər açıq keçirilir, heç bir ödəniş olmadan və onlar sonradan açıq yayımlanır YouTube kanalında. Bizim ödənişli qapalı təlimlərimiz çox vaxt yalnız tədris xarakterli olur. Hansılar ki, psixologiya məktəbinin daxilindədir. İndi gələn ilin yanvar ayından yeni tədris planı var. Maraqlananlar, psixologiya üzrə təhsil almaq istəyənlər müraciət edə bilər və biz sizi o proqramla tanış edərik. Yaxşımı? Bugünlük isə bu qədər. Sizə sağollaşıram. Gələn görüşlərə dək. Diqqətiniz üçün təşəkkürlər. Sağ olun. Belə. Bağladım.